yerə 1000 manat verir. Lazım olanda 1 manat eləmir. Ehtiyacı olmayanı, məsəl üçün çağırır qonaqlıqlar, restoranda yeməklər, orada şey eləməklər. Görürsən, kasıb üçün bir dənə nə ətindən, nə yeməklərindən bir şey almır. Bu səxavət deyil, bu israfçılıqdır. Səxavət layiqincə, səxavət hər bir şey öz yerində istifadə edilməsi, lazım olan yerdə əlin açılması, lazım olmayan yerdə yığılması, lazım olan yerdə verilməsi, lazım olmayan yerdən verilməməsi. Görürsən, indi əksinə olur. Görürsən, əksinə olur. Toxları yeməyə dəvət edirlər, acılar qalır. Təsəvvür elə çağırır, toxlarla doldurub evən. Ya restoranda şotlar verir. Zənginliyin var, qardaş, o qədər az qardaşlar var ki. Az deyəndə yəni heç mazını ölmür, əlhəmdülillah. Yəni, kasıb demək istəyirik. Nə ehtiyac var ki, məni və digərin, əlhəmdülillah, çağırırsan və restoranda şot verirsən və başqa qardaşımız var ki, bəlkə ailəsi bir ailə ət yemir. Təsəvvür elə, bu səxavətçilikdir.